Demək, qapını avtomatik idarə etmə sistemi yığmışıq pultla. Elə kakraz A hərfinə açmağa qoymuşam qapını, B hərfinə bağlamağı. Bütün sistemimiz buradadır. Gördüyünüz kimi qida bloku akkumulyatordan ibarətdir və burada 12 voltluq motor tətbiq eləmişəm mən. Demək, indi açma komandası verirəm. Qapını açma A hərfinə vururam. Özü sonluq açarına gedib çatıb sonluq açar vasitəsilə sönəcək. Söndü. İndi bağlamaq komandası verirəm. Təzdən yenə də gedib bağlanıb sonluq açar vasitəsilə gedib çatıb sönəcək. Gördüyünüz kimi gəldi, çatdı sonluq açarına, söndü. Yenidən açma komandası verdim. Yenidən özü gedir, qapı açılmağa doğru gedir. Gördüyünüz kimi qapı gedib çatıb açılacaq. Əla.